bir dəfə yaşamalı olduğumuz bu həyatda bizi uğurdan, xoşbəxtlikdən, nailiyyətdən geri salan kəlmələr. İndi onları səsləndirəcəm. O sözlər ki, yazıq atam cəmi 49 il yaşadı bu həyatda və elə də nakam getdi dünyadan. Atam kimi o nəsil, o atalar, yazıqlar bax bu kəlmələrin qurbanı oldular. Özün ol, özün. Əgər özün bugün uğursuzsan və heç bir nailiyyətin yoxdursa, o özündənsə olmamağın yaxşıdır. Dəyiş qardaşım, dəyiş. Kişinin sözü bir olar. Hər şeyin iti sürətlə dəyişdiyi bu sonsuz kainatda, hər an dəyişən bu təbiətdə, yer üzündə, yer kürəsində, hər an dəyişən dünyamızda, hər saniyə inkişaf edən texnologiya, inkişaf edən dünya və onunla ayaqlaşa bilməyən sən bir kəlmə sözdə ilişib qalmısansa, qardaşım, Allah sənə rəhmət edər. Bırax başım, qardaşım, bırax. Mən belə gəlmişəm, qardaş, belə də gedəcəm. Sən ölümüsən, qardaşım, sadəcə səni dəfn eləmək lazımdır. Dünya isə bu deviz üzərində işləyir. Dəyişək, inkişaf edək. Bütün inkişaf, bütün uğurlar dəyişikliyə bağlıdır. Bəli, yenilənmə. Bugün bunu müşahidə edirik. Hər ayda ən azı 3 dəfə proqramlar yenilənir və sən də əgər yenilənib, dəyişib, günün nəbzini tuta bilmirsənsə, bir daha tabut alırsan, elə axşamlar bir orada yat. Qalıb bir dənə aparıb dəfn eləmək. Neysə, ne? Bırax başını. Ölərəm, sözümdən dönmərəm. Hər gün, hər dəqiqə, saniyə bə saniyə kamilləşən insan beyni, insan düşüncəsi, təfəkkürü əgər o dediyi sözündə ilişib qalıbsa, dönmürsə, bırax başın, ondan uzaq dur. Sən irəliləmək istəyirsənsə, dönəcəksən, dəyişəcəksən, inkişaf edəcəksən. Bunların heç biri nə kişiliyə, nə dürüstlüyə, nə də düzlüyə heç də göstərici deyil. Bu sözlər düşüncədən hasar yaradır. Bu bir növ belə işləyir. O pis arvadlar qonşu qızının adına söz çıxardırlar, filənkəs filənkəsdən gəzir. Yazıq qız heç bəlkə də əli oğlan əlinə dəyməmiş adına söz çıxır, vəssalam. İnsanların düşüncəsində bir hasar əmələ gəlir, bir bariyer, bir aşılmaz bariyer və bir insanın taleyi beləcə məhv olur. Belədir, əgər sən bu günləri o sözdə ilişib qalmısansa, sənin vəziyyətin yaxşı deyil. Qır, o sadəcə düşüncədən bir hasardır, hasar. Dəyiş ki, inkişaf eləyəsən. Bu dünya, bu kainat, bu sistem, bax budur. Xaos. Xaosdan düzən. Və sən nəyə istinad edirsən? Bəli, xaosdan düzən. Hər şey bir xaosun içində, bir xaotik, bir qarışıqlığın içində, amma düzənə bax. Düzən budur. Yarpaqlar görsə necə simmetrik, necə gözəldir. Bəli, sən də bir xaosun içindəsən, sən düzən qura bilmədiyin üçün, sənin üçün düzən qurublar, sən də o düzənləri düz bilib yaşayırsan. Amma hər xaosda bir düzən yaratmaq sənin işindir. Sən məhz bunun üçün doğulmusan. Beynində də bir xaos var, milyonlarla fikir var. Hansını seçirsən, əsas götürürsən, biri ilə də bir düzən qurursan, bir həyat qurursan. Bugünə qədər sənin üçün o düzəni qurmuşdular, yaşadın. İndi o aşılmaz hesab elədiyin düşüncədən ibarət qəlbləri qır, yeni bir düzən yarat və həyatına sahib çıx. Vaxta qədər yaşadın, oldu, getdi. Sözlərdə ilişib qalma. O sözlər çox insanların taleyini həll elədi. Sən sözə qurban olma. Dəyiş ki, inkişaf edəsən.